Eyni sürətlə hərəkət edən 2 minik avtomaşınından biri o birindən 240 km çox yol getmişdir. Maşınlardan biri 3 saat, digəri isə 7 saat yolda olmuşdur. Deməli, onlar cəmi neçə kilometr yol getmişdilər. Burada saat fərqi 7 çıxılsın 3 bərabərdir 4-dür və gedilən artıq yolda, belə deyək, əlavə yolda bu 4 saatda gedilmişdir. Deməli, 240 bölürəm 4-ə. Alırıq 60. Deməli, maşınların sürəti hər birində 60 km bölünsün saatdır. Və birlikdə onlar 3 saat biri 7 saatda biri yol getdiyi üçün 3 üstə gəlsin 7 bərabərdir 10 saat yolda olublar. 60 vurulsun 10, hər biri də 60 km getdiyi üçün 60 vurulsun 10 eləyir 600. Birlikdə 600 km yol gediblər.